Mezuncular, hər birinizi salamlayıram. Gəlin sizinlə birlikdə qrammatika suallarının izahına baxaq. Əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Əvvəl qoşma deyil, zərfdir. İclasdan sonra da qoşmadır. Cavabımız E variantı. Futbolla komandamız bircə xal. Yəni bunu 2 edə biliriksə C ədatdır. Deməli, burada heç kəs sevməz səni mən qədər. Qədər qoşmadır. Qədər qoşmadır 2-yə A gedir. Fikrin mənbəyini bildirmir. Təsir gücünü C artırır. Hər ikisində qrammatik məd C, D, A. Deməli, C, A, D olacaq, cavabımız A variantı. Mış şəkilçinin fe'li sifət şəkilçisi kimi işlənmədiyi cümlə. Mənim qızım oxumuş qız, necə qız fe'li sifət? Dırmaşmamışdır artıra bilirik. Görmüşmüşdür. Görmüşmüş, daha doğrusu dur artıra bilmirik, amma mış burada özündən sonra hissəci qəbul edib. Cavabımız 2, 4. Cəsarətli əskər necə? Ordu generalı idi. Kim insan, hansı insan qarşılayır, hansı qarşılayır? Cəsarətli əskəri mükafatlandıran təyin mübtəda xəbər E variantı. Verilmiş sözlərdən omonim kimi işlənə bilənləri müəyyən edin. Buruqla doludur. Buruq neft buruğu, saçın buruğu, dolu yağış, bir də dolu adam. Və yaxud da vedrənin dolusu da. Hansı sifət işlənməmişdir? A variantında işlənməyib. B variantında qumlu, C variantında qərib, burada yaşıl, burada da yaşıl çöllər. Növbəti mən çox təkid etdim, amma qəbul etmədi. Cavabımız A'dır, amma tərəfləri yalnız intonasiyaya bağlanmışdır. Burada tərəf deyil, həm də amma var burada. Tamlıq və zəfli iştirak işlənmişdir. Zəfli işlənməyib, tamlıq da işlənməyib. Yalnız tabeli yağız, xeyr, həmcins təkid etdim, qəbul etmədi. Tabesizlik əlaqəsidir. Tabesiz mürəkkəb cümlədir. Cümlə üzvlərindən biri sözləşməsi ifadə olunmuşdur. Xeyr, təkid etmək sözləşməsi deyil. Şəhərdəki binalar təmir olundu. Hansı binalar? Təyinin əlavəsi işlənmişdir. Burada hansı cümlədə bütün sözlərin yazışı tərəfsindən fərqlidir? Sınıq, ürək, sevinməz mu ilə işlənir. Cavabımız A variantıdır. Keyfiyyətdir. Gələn burada dəyişmir, daha dəyişmir, səfərə dəyişmir, heç kəsdə dəyişmir. Deməli, verilmiş 3 dənə cümlə verib bizə. Birinci cümlədə baş cümlənin hər ikisi iştirak etmişdir. Parçalanmış buludlar arasında tək-tük nə edirdi? Parladı, nə ulduz? Bu bir düzdür. Həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxsidir. Xeyr, qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmində olmalıdır deyə qeyri-müəyyən yalnız 2-yə aiddir. Bu səhvdir. 2 olan variantları çıxırıq. 1 olan variant lazımdır bizə. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mütləqası təsəvvür edilmir. Bu düzdür, amma səhv tərəfdədir. İkinci cümlədə birinci cümlə kimi ümumi şəxsdir. Xeyr, burada ümumi şəxsi deyil. İkinci cümlə qeyri-müəyyən şəxsdir. Cavabımız 1-4. Mətnlərdə görüşərik. Deməli uşaqlar, kəndin ilk müəllimi mətnin birinci sizə göstərirəm, oxuyarsınız növbəti uşaqlar. İndi gəlirin biz onun çalışmalarını işləyirik. Hansı deyimlə mətndəki fikri qüvvətləndirmək olar? Mənə elə gəlir ki, elmdən keçməyən yolu qaranlıqdır. Yəni mütləq şəkildə deyir ki, böyük adamlar kiçik işlərdə çərşitəsiz olurlar. Burada çərşitəsizlik yox idi, amma elmdən keçməyən yolu sonu qaranlıqdır. Bizdə elmin bizə olan xeyrindən danışır. Bizdə axırda da o mətni nəql edən nə olur? Alim olur. Cavabımız C. Burada kömək edəsinizdir və yaxud əl tutasınız mənasındadır. Ən yaxşısı variantımız D variantıdır. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Hadisəni nəql edən şəxslə bağlı doğru fikir. Nəql edən danışır. Salmanın onlara keçdiyi, yəni o şagirdlərdən biridir. Salmana kömək eləməyib. Cəmaatın məktəb binası təklif edir. Cəmaat demir. O tövləni Salmanın özü deyir. Səhvdir. Doğma kəndində Salmanın doğma kəndi deyildi. Onu sadəcə bu kəndə göndərmişdilər. Sakinlər artıq xoş qarşılanması üçün gözlənilməz olur. Bu doğru fikirdir. Bizdən 1-3-4-ü istəyir. Ona görə cavabımız olacaq E variantı. Mətnə əsasən hansı hadisəni əsaslandırmaq mümkündür? Yenə baxın, birdən səhv edirəm. 5. Qarşılaması bəli, gözlənilməz olur. Sonra deməli, mətnə əsasən hansı hadisəni əsaslandırmaq mümkündür? Müəllim heç bir vasitə etmədən uşaqlara oxumağı öyrətməsini əsaslandırırıq. Burada heç kim heç nə bilmirdi. Burada deyir axı bizə bildiklərini, o yalnız 4 ibtidai təhsil alan oğlan əlinin altında heç bir dərslik əlifba olmadan nə cəsarətli böyük işlərə girişə bilərdi. Salman bizi öz bacardığı kimi. Yəni nəyi bacarırsa elə eləyirdi. Çünki məktəbin açılması məhz Salman, məktəbin açılması deyil idi, dərs vermək üçün idi. Kənd sakinlərinin dolanışı yaxşı deyildi, pis idi. Kənd köhnə məktəbin yerini bəyənilməməsi, xeyr, sadəcə məktəbi istəmirdilər. Salmanın köhnə məktəb əvəzinə yeni tikdirməsi, Salman yeni tikdirməyib, artıq o heç məktəb yox idi. Bu bir binanı tikdirib, amma köhnə məktəb yox idi orada. Mətnin əvvəlində işarə qoyulmuş sözlər, biri çarıxmaqdır, biri də işə girişə bilərdi. Çarıxmaq nə edəcəyini bilməmək, onun da qarşısında 1-2 doğrudur. Bir də 4 girişmək, ciddiyyətlə bir işə başlamaq mənasında işlənir. Cavabımız olacaq 1-2-4. Bu səhvdir, nəzarət etməyə aid deyil. Mətndə üzərində rəqəm yazılmış sözlərdir. Biri cığırdır, biri də aləmdir. Kontekstə görə istiqamət mənasında deyil, məcazi mənadadır aləm. Yeni cığır açmaq, yeni yol açmaq mənasındadır. Yəni fərqli mənada işlənib biricidir. Kəndin aşağısı ensiz və dar yollardan ibarətdir.
variantı, yol və cığır D variantı. Yollardan ibarət idi. Cığırla yol burada eyni mənada işlənir. Heyvanlar aləmi təbiətin yanılmaz bizə bu heyvanlar aləminə aiddir. 1 C-dir, 2 B variantı, 42 A-da oldu. Mətnin sonuncu abzası ilə kənd cəmiyyəti təhsil alanına dəyişir, düzdür. Müəllimin başlatdığı səməsini verir, biri alim olub. Əvvəllər fikirləri xoş qarşılanan şəxsin rəğbətlə xatırlanır, düzdür. Köhnə məktəb yenisi düzdür. Səbəbinə asılı olaraq təhsil alan şəxslər sonradan ölkəyə qayıtmaq istəmir. Niyə? Bu alim ki qayıtmışdı. Cavabımız oldu 2, 5 D variantı. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Salmanın insanların qarşısına çıxış etdiyi kənd cəmiyyətinin tərcümə etdiyi çıxışdır. Bir də təhsilə cəlb etmək istəmək idi. Kənd cəmiyyətinin təhsilə biganə münasibəti düzdür. Cavabımız elə oldu 1-3-4 da. 1-4 C variantı. Bu cədvəli görmürəm, uşaqlar bilmirəm nədir, amma burada tənginəfəs sözü ilə bir də puça çıxmaq. Deməli 45-də o da tənginəfəs, nəfəsi kəsilərək, nəfəs ala bilməmək. Sonra əbəsdir, boşunadır, boşdur yaza bilərsiniz. Salmanın şövqlə girişdik. Zəhməti yerdə qalmış, yox olmayıb, yerdə qalmayıb, boşuna deyilmiş yaza bilərsiniz. Mən oradakı bilmirəm hansı cədvəl istəyir sizdən, necə istəyir, məcazi istəyir, həqiqi istəyir. Ona görə öz versiyalarımı dedim. Nə olsa şərhlərdə bildirərik. Növbəti mətnə doğru gedirik. Deməli belə uşaqlar, gəlirik artıq ikinci mətnə. Bu Mirror Line mətni olacaq. Yəqin ki, ağıllı layihə. Mətni oxuyun. İnşallah buna gəlin baxanlar da mətni oxusun deyə buranı biraz göstərirəm. Biraz da bu tərəfi göstərirəm. Biz burada sadəcə sualların cavabına baxırıq. İzahını da sonra paylaşacağam. Yəni tam izahlı. Şahzadənin layihə haqqında fikirləşənlər əsas demək olar ki, insanlar şəhərləri tərk edəndə layihələr arasında xeyr, şəhərdə süni intellekt əsasən rol oynayacaq. Burada yazıb əslində infrastrukturu. Global problemlər bu nitqindən dediyinə görə layihə haqqında burada deyir. Bu istədiyinə görə global problemlərdir məsələmiz, cavabımız. Amma bu ümumi layihə haqqında da onu şeyx, yəni şahzadə demir. Hansı izah mətndə altından xətt çəkilmiş sözüdür? Mənə görə bir yerdə yol yaşayıb yəni sakindir. Uşaqlar, aralanmaq ayrılmağa aid deyil. Optimal, müvafiq var burada. İnqilab, çevriliş, zoraki çevriliş deyil. Sonra burada bir də var. Texnologiya zəruri vacib deməkdir. Zəruri xidmət. İstifadə edən də deyil texnikadan. O texnoloq deyil ki bu. Oqla olsun. Növbəti 49-cu sual. 49-cu sual. Verilmiş fikirlər mətndəki boş çərçivələrin yerinə hansı arzulla yazılmalıdır? Cavabımız E variantı olacaq. Yəni bu 4, 3, 1, 2 ilə olmalıdır. 4, 3, 1 burada 2 yazılacaq. Növbəti mətnə əsasən hansı hadisənin səbəbini müəyyən etmək mümkündür? Mümkündür. Tikintisinin sahildən bunu bilmirik. Mənfi cəhəti var, şəhəri tərk etmə var və lazımi xidmətə yaxın məsafədə yerləşməsi odur ki, bunlar nəqliyyata ehtiyac duymasınlar. Cavabımız C variantı olacaq. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu haqqda məlumat var deyir. Baxaq mətndə nə haqqda məlumat var? Yeni şəhərdə insanlar ekoloji şərait düzdür. Layihəni qısa müddət ərzində düşünsə də iqlim deyil, sadəcə bu boyda nəhəng layihəyə sadəcə iqlimdən danışmır burada. Deyir ki, bu çox nəhəng layihədə 50 il buna sərf olunacaq, amma nəyə görə bilinmir. Layihəsi minlərlə insan işlə təmin olunacaq şərait bu haqqda məlumat yoxdur. Yetirə bilən avtomat maşınların sayı çox olacaq. Yəni robotlar çox olacaq. Cavabımız 1, 3, B variantı. Kompleksin eyni zamanda çox geniş olmayan torpaq sahəsində yerləşəcəyi bildirilir. Cümləsi ziddiyyət. Səhra var burada uşaqlar. 64 metr kvadrat ərazidə yerləşdirəcək. Bu səhradır. Səhrada nə 64 kvadrat metr? Uşaqlar, buna diqqətli olmaq lazımdır. Baxın, burada deyir ki, 170 kilometr 64 kvadrat ola bilməz. Bir də altıncıda deyir ki, bu başdan o başa getmək üçün qatardan istifadə olmalıdır. Yəni 64 kvadratı gəzməyə nə var ki? Cavabımız ona görə C2, 6. Mətn əslində doğru fikirdir. Şəhərin enerjisi tükənməyən, yəni külək və günəş enerjisindəndir. Bina daxil olan şəhərdə insan sayına məhdudiyyət haqqında məlumat yoxdur. Nəqliyyat vasitələrindən istifadə olunacaq qatar var. Binanın tikini yüksək məbləğ pul nəzərdə tutulmuşdur. Düzdür, 1, 4. Mənfi cəhətlərin çox olmağı düşünülməsi xeyr. Bu hələ bilinmir nəyə görə uzundur. Bu arada bu layihə dayandırılıb hələ ki. Mirror Line YouTube-da yazıb baxa bilərsiniz.
üzərində rəqəm yazılmışlar. 1, 2, 5-lər həqiqi mənadadır. 3 ilə 4 məcazi mənadadır. Burada deyim sizə 3 ilə 4-ü. Ancaq 3 ilə 4-ü göstərim sizə. Burada biri 3-dür. Həyat itirmək məcazidir. Ömür sürmək məcazidir. Uşaqlar, növbəti sualımız bizim çərçivə mətnindəki əsasın cədvəli doldurun. Uşaqlar, oradakı cədvəli mən görmürəm ki, bu nədir də. Bir-biri ilə bu cədvəli görmürəm. Deməli, mətndə yaza bilərsiniz. Mətndə nöqtələrin yerinə uyğun olan həqiqi məcazi mənalı ifadələr yazın. Baxaq nöqtələrin yerinə. Müasir bir şəhər deməli, hökumət şəhərin fikrindədir. Salmaq üçün çalışır. Çalışır yaza bilərsiniz. Nöqtələrin yerinə başqa nə var? Başqa nöqtə var burada. Başqa nöqtə bir dənə də deyəsən. Bir dənə nöqtədir. Məcazi mənada müasir bir fikrinə düşüb, salmaq hazırlayıb. Əslində orada yeni bir müasir bir şəhər salmaq fikrinə düşmək. Fikrinə düşüb. Qollarını salmaq üçün qorolarını çırmalayıb. Bu fikirləri yaza bilərsiniz. Digərləri haqqında bir dənə 55-ci sualı bilmirəm. Yəni məndə yoxdur. Hələlik.